Mən açıq kişi kimi etiraf edeyim, bu vaxta qədər mən özümə heç nə də atqaz eləməmişəm. Ürəyim nə istəyib onu da eləmişəm. Kərbala ziyarəti olsun, belə nəsə alıb özüm üçün və yox hamısı telefon dəyişim, fərqi yoxdur. Ürəyim nə istəyib onu da eləmişəm. Bəzi insanlar deyə bilər ki, sən nəfsini qulluq edirsən, bunun nəfslə heç bir əlaqəsi yoxdur. Çünki həyat qısadır. Həyat bir qısa da ibarət. Çünki insan elə şeylə həyatda eləməli. İndi də demirəm ki, insan gedib harama baş qoşsun, pivə içsin, araq içsin, nə bilim gedib zina eləsin, gedib əxlaqsızlıq eləsin. Mənim sözüm bu demək deyil. Bunu buna qatmayın. Mənim deməm odur ki, əgər bir insan bir şey istəyirsə və imkanı varsa bunu eləməlidir. Sonra uca gec olacaq. Başa düşürsün nə demək istəyirəm. Elə şeylər var ki, məsələn insan əlinə düşən fürsətdən yararlanmır və sonra deyir, kaş ki falan şey eləyir. Necə deyirlər? Belə deyək də, peşmançılıq fayda verməz. Məsələ də bax bundadır. Ona görə ki, mənim əlimdən nə gəlibsə bu vaxta qədər özümə hər cürə xidmət eləmişəm. İstər mənəvi olaraq, istər maddi olaraq, istər nə bilim, geyim baxımından olsun, əxlaq baxımından olsun, fərqi yoxdur. Hər cürə özümə xidmət eləmişəm. Elə vaxt olub ki, belə pis sıxmasın, gedib McDonald's-a 10 manatlıq və 15 manatlıq yemək yemişəm. Məsələn, burger yemişəm. Ürəyim istəyib bunu eləmişəm. Və mən heç vaxt buna baxmamışam. Ay 5 qəpiyim çatmır, 10 qəpiyim çatmır, nə bilim 20 qəpiyim çatmır, 3 günlərlə 4 günlər yemək yeməmişəm. Bunu da nəzərə alma. Yəni elə günlərim də olub. Elə gün olub ki, işdə olmuşam, belə pisimiz pul olmayıb yemək yeməyə. Amma heç kəsə belə pisimiz bu vaxtı kimi və bəzi insanlar düşündüyü kimi yaltaqlıq deyin və yaxud da nə deyim və yaxud da nəsə belə şey eləyim ki, yox, mənim pulum yoxdur, mən falan kəslərə yazırım. Mən namərdə heç vaxt yazmamışam. Mən kişi xislətli olan insanlara yazmışam. Kişi qeyrətli olan insanlara yazmışam ki, mənim falan qədər pula ehtiyacım var. Bəli, öz nəfsimi, bəli, öz həyatım davam edir. Məsələ də bax bundadır. Ona görə ki, nə gəlib ürəyimdən nə keçib, onu da eləmişəm. Ürəyim nə istəyib, onu da eləmişəm. Məsələn ki, yemək baxımından olsun, ziyarət baxımından olsun, gəzmək baxımından olsun, geyim baxımından olsun, nə bilim, pul baxımından, hər şey eləmişəm mən özüm üçün. Mən heç nəyə görə peşman deyiləm. Heç nəyə görə də peşman olmamışam. Bunu niyə elədim demirəm mən. Çünki uca eləmişəm. Çünki uca geri qaytarmaq olmur bu məsələni. Ona görə həyatda nə qədər insana həyatda fürsət düşürsə, insan bunu eləməlidir. Öz nəfsini yox. Nəfs söhbəti deyil bu. Bu insanın öz şəxsi təzalıdır. Yəni mən məsələn geyim istəyir, geyim alıram, şalvar alıram, nə bilim paltar alıram, yemək alıram. Bu nəyi nəfsdir ki? Yəni bunun nəfslə məncə heç bir əlaqəsi yoxdur. Bunu nəfsə əlaqələndirmək ən azı cəhalət olar. Mən demirəm ki, əstəğfurullah, mən gedə o vaxt nəfs olar ki, insan harama getsin, pis yola düşsün, o başqa bir şey. Ona görə ki, məsələ də bax bundadır. Baxın əzizlərim, ona görə ki, insan bax belə şeylərə qulluq eləməlidir. İnsan özünə xidmət eləməlidir, insan özünə xidmət göstərməlidir. Sən özünə qulluq eləməsən, heç ki sən qulluq eləməyəsən, heç ki sən qayıva qalmayacaq. Bunu yadda saxlayın. Sən əgər belə pis olmasın, günü ancaq marşrutlara, ora-bura, ancaq borc xərc verirsənsə, özünü günahlamırsansa da gəlib cəmaatı qınamır ki, vəziyyət pisdir, vəziyyət elədir. Sənin əlinə zaten pul düşür də, sən belə pis olmasın. İndi mən də başa düşürəm borclu olmaq nə deməkdir. Amma o qədər, nə bilim, 10 min, 15 min borc götürmürəm. Götürən normal götürüm ki, ödəyə bilim. Məsələ də bax bundadır. Ona görə ki, nə edirsinizsə eləyin, Allaha bizə mən cavab verəcəm qiyamətdə. Heç kəs mənim əvəzimə gəlib sorğu-sual eləməyəcək ki, bu mənə görə elədi, bu mənə görə keçdi, bu mənə eləmişəm, mən buna demişəm. Mən nə edirəmsə yaxşı edirəm, nə edirəmsə yaxşı edirəm. Vəssalam. Kimi bloka atıram, kimlə danışmıram, kimlə belə söhbət kəsmirəm. Çünki bu mənim şəxsi həyatım. Məsələ də bax bundadır. Ona görə ki, çalışın ki, öz həyatınızı yaxşı idarə edin. Başa düşünmək istəyirəm sizə. Baxmayın ki, filan kəslərin pulları var, imkanları var. O bəlkə də onu bilmirsən, onun problemi çoxdur, onun dərdi çoxdur. Sən bunu bilə bilməzsən. Ona görə ki, çalışın öz həyatınızı idarə edin. Öz həyatınıza baxın. Öz həyatınızı yaşayın. Heç kəs həyatda burnunuzu soxmayın. İndi düz ictimai qınaq olar. Məsələn, filan kəs iskritsə və yaxud da filan kəs narkomanlıq, o başqa. Amma mən öz həyatımı heç kəsə işə qarışmıram ki, filan kəs ailədə nə iş gördü, kimi ailədə nə elədi. Mən də işməyə qarışmağa bəzi insanlara ixtiyarı yoxdur. Ona görə ki,
Məsələ də bax bundadır. Çalışmayın ki, həyatda nəsə başqa bir şey əldə eləyəsiniz ki, deyim ki, sizə ki, belə düz şey deyil. Məsələn üçün, nəfs istəkləri başqadır, insan istəkləri başqadır. Nəfslə nə istəkləri bambaşqa şey. Nəfs istəkləri məsəl üçün o da zinadır, oğurluqdur, nə bilim, narkomaniyadır, nə bilim, insan bıçaqlamaqdır, adam öldürməkdir, nə bilim, cəmaatın cibinə pul girməkdir, filan bəs məkandır. Amma insan istəkləri odur ki, mən məsələn şalvar alıram və yaxud köynək alıram və yaxud da nəsə əldə edirəmsə, bu mənim öz nəfsi istəklərimdir. Məsələ də bax bundadır. Ona görə ki, çalışın ki, öz nəfsi istəklərinizə yox, Allahın nəfsi istədiklərinizə çalışdığınız qədər əməl edin. Özünüzə yaxşı baxın, Allah amanında.